Axşamınız xeyir, ATV xəbər idman buraxılışı ilə davam edir. Qol güləşi üzrə növbəti Azərbaycan çempionatı keçirilib. Bu dəfəki yarış Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Çempionatın startından əvvəl yarış iştirakçıları fəxri xiyabana gelib. Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Avropa Armwrestling Federasiyasının vitse-prezidenti Cəsarət Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üstünə əklili qoyulub. Federasiya üzvləri və idmançılar həmçinin görkəmli avtomonoloq alim Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib. Çempionatın açılış mərasimi dövlət himninin səslənməsi ilə başlayıb. Açılış mərasimində çıxış edən Federasiya prezidenti Cəsarət Əhmədov yarışın Ulu Öndər Heydər Əliyevin 95 ili yubileyinə həsr olunduğunu vurğulayıb və bu baxımdan çempionatın xüsusi əhəmiyyət daşıdığını bildirib. Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir. Biz gənclər bugün onun qurduğu dövlətdə yaşayıb yaradırıq deyən Federasiya prezidenti ümummilli liderin həm idmanımız, həm də ümumilikdə Azərbaycan gəncliyinin inkişafı üçün müstəsna işlər gördüyünü qeyd edib. Bu yarışımız Ulu Öndərimizin 95 illiyinə həsr olunub. Ulu Öndər Heydər Əliyev siz bildiyiniz kimi bütün ömrünü Azərbaycan dövlətinə, Azərbaycan xalqına həsr edib. Biz Azərbaycan gənclərdə hər zaman Ulu Öndərin qurduğu Azərbaycan dövlətini daha möhkəmləndirməliyik, inkişaf elətdirməliyik, gələcək nəsillərə buraxmaq. Bu bizim bir vəzifə borcumuzdur. Hər bir kəsin vəzifə borcudur ki, Heydər Əliyevin qurduğu Azərbaycan dövlətini daha möhkəmləndirsin. Açılış mərasiminin sonunda Cəsarət Əhmədov Federasiyanın 50-dən artıq yeni üzvünə vəsiqələrini təqdim edib. Yarışa gəlincə medallar uğrunda 30-dan artıq bölgəni təmsil edən 200-ə yaxın idmançı mübarizə aparıb. Onlardan Elvin Salihli, Şahmurad Ləzgiyev, Nemət Vəkilov, Cavidan Əhliyyətzadə və Hüseyin Əmənli həm sağ, həm də sol qolla mübarizədə qızıl medal qazanıblar. Azərbaycan çempionu adını qazanan digər idmançılar isə Vilayət Namazzadə, Bəxtiyar İbrahimli, Zörab Məsimov, Kamran Qurbanov, Rafiq Ağababayev, Samir Babayev, Sənan Şükürov, Orxan Musayev, Fariz Hasilov, Rəşad İsrafilov, Kəbir Əskərov və Azər Məhərrəmov olub. Qaliblər federasiyanın diplom və medalları ilə təltif olunub.